Hər birinizi salamlayıram xanımlar. Bugünkü təlimimiz ümumiyyətlə SPF haqqında olacaq. SPF 30 üz kremi. Təlimimizdə bu günləri yalnız SPF-in özü yox, sırf günəşdən gələn, deməm, ultraviolet aging, yəni qocalma və ultraviolet burning, yəni yanma şüalarından da danışacağıq. Bunlar nədir, nələrdir? Sizlər üçün həm şəkillər hazırlamışam. Vizual olaraq baxacaqsınız və onlar haqqında ətraflı məlumatlar verəcəm. Demək qızlar, gəlin dərinin ən vacib müdafiə mexanizmindən başlayaq. Demək, günəş şüaları sadəcə işıq deyil. Onlar ultraviolet şüalar verirlər. Var ultraviolet şüalar hansılar ki, bizdə qocalma yaradır və ultraviolet şüalar hansılar ki, demək, yanma yaradır üzümüzdə. Bu iki fərqli dalğalardır. Demək, ultraviolet burning şüaları dərinin səthində yanmalara və qızartılara səbəb olur. Lakin daha təhlükəlisi olan ultraviolet şüalar agingdir. Aging nədir? Aging, yəni qocalma. Onlar buludların və pəncərə şüşələrin arxasından belə keçərək dərinin dərin qatlarına sızır. Kolageni parçalayır. Ona görə də dərimizdə qocalma hissi yaranır. Ümumiyyətlə belə deyim ki, siz ya qızlar, ultraviolet demək aging şüalarını qocalma şüalarıdır. Bu şüalar ilin hər fəsli, hətta buludlu havalarda, demək ki, bayaqlar dediyim kimi, pəncərə arxasında belə mövcuddur. Onlar dərinin ən dərin qatlarına sızaraq kollagenimizi və elastik liflərini parçalayır. Nəticədə dəri vaxtından əvvəl dərin qırışlar, sallanmalar və qocalma ləkələri yaranır. Ondan sonra Siberian Wellness-in SPF 30 kremi dərini bir qalxan kimi örtür və bu şüaların 97%-ni geri qaytarır. Bu sizin gündəlik görünməz zirehninizdir. Yəni SPF 30 bizim dərimizi bu şüalardan qoruyaraq qocalmasının qarşısını alır. Düşünün ki, sadəcə olaraq bəzən biz bu şüaların problemini indi görmürük. Elə olur ki, bunun demək immunna, demək ultraviolet aging. Bu şüalar illər sonra bizim dərimizdə görsənə bilər. Ultraviolet burning isə yanma şüasıdır. O dərimizdə yanma, qızartılar yaradır da, düzdür? O həmən hiss olunur. Amma aging ən qorxulusu və ən təhlükəlisidir. Çünki biz onun zərərini illər sonra belə görə bilərik. Demək, foto yaşlanmaya yox. Ekranda gördüyünüz bu müqayisə foto yaşlanmanın real nəticəsidir. Bioloji yaşlanma təbiidir. Lakin foto yaşlanma tamamilə bizim səhlənkarlığımızdan yaranır. Yəni biz demək günəş şüaları dərini qurudur, elastikliyi yox edir və günəş ləkələri yaradır. Bu SPF 30 kremi gənclik strukturunu qorumaq üçün nəzərdə tutulubdur. Yəni müştərilərimizə hər zaman deyirik. Bugün istifadə etdiyiniz SPF 10 il sonrakı üzünüz üçün ən yaxşı investisiyadır. Gəncliyi qorumaq üçün yaranmış qırışı bərpa etməkdən qat-qat asandır. Mən indi gəncliyimi qoruyuram 35 yaşımda ki, gələcəkdə 45-50 üstü yaşlarda mən xüsusi prosedurlara gedib qırışları açdırmayım. Ondan sonra nəmləndirmə və bərpa. Bunlar nədir? Gəlin bunlar haqqında da danışaq. Demək xanımlar, baxın. Gördüyünüz kimi, demək, pantenol və betain. Bu məhsulun ən güclü tərəfi bunun tərkibindəki pantenol və betain duetidir. Çox vaxt SPF kremləri dərini qurudur. Amma bizdə fərqlidir. Niyə? Çünki pantenol provitamin B5-dir. Günəşin yaratdığı qıcıqlanmanı anında sakitləşdirir və hüceyrə bərpasını sürətləndirir. Betain isə suyu dərinin içində kilitləyib saxlayan təbii bir nəmləndiricidir. Yəni o dərimizdə suyu kilitləyir və saxlayır. Qoymur ki, o su oradan sovrulub getsin. Şəkildəki susuz qalmış hüceyrələrin pantenol sayəsində necə canlandığını görürsünüz. Bu krem həm qoruyucu, həm də mükəmməl bir nəmləndiricidir. Eyni zamanda kremimiz həm də antioksidant gücdür. Antioksidant güc nədir? Antioksidant güc bizdə demək vitamin E. Günəş şüaları dəridə azad radikallar yaradaraq hüceyrələr sanki paslandırır. Vitamin E kremimizin tərkibində bu prosesin qarşısını alan ən güclü antioksidantdır. O təkcə günəşdən deyil, həm də şəhərin çirkli havasından, tozdan, hətta demək bizim telefon ekranlarımızın mavi işığından da dərimizi qoruyur. Vitamin E dərinin immun sistemini gücləndirir. Ona daha parlaqlı və canlı qalmasını təmin edir. Bu dərinin bizdə daxili müdafiə sistemidir. Eyni zamanda gəlin indi bitki cövhərlərindən danışaq. Kremimizin tərkibindəki bitki cövhərləri. Siberian Wellness-in fərqi onun təbiiliyindədir.
Balanced Plant Extract Complex. Tərkibində aloe vera, çoban yastığı və yaşıl çay kimi güclü bitkilər daxildir. Aloe vera nə edir? Dərini nəmləndirir. Çoban yastığı iltihabı götürür. Yaşıl çay anti-aging təsir göstərir. Yəni qocalma əleyhinə, qocalmanın qarşısını alır. Bu bitki kompleksi sayəsində krem dəridə ağırlıq və ya maska effekti yaratmır. Dəri nəfəs alır, sakitləşir və eyni zamanda təbiətin gücü ilə qidalanır. Bu elmlə təbiətin mükəmməl birləşməsidir. İndi gəlin gündəlik istifadədən danışaq, qızlar. Biz demək gündəlik istifadə qaydaları necə olmalıdır? Və sonda demək biz bu sığortadan necə istifadə etməliyik? 50 milli kompakt qablaşdırma hər zaman çantanızda olmalıdır, mütləq. Görün nə gözəl qutudadır. İndi yəni kremi evdən çıxmazdan 15-20 dəqiqə əvvəl çəkirik. Dəridə öz müdafiə qatını qura bilməsi üçün. Günəş təkcə yayda yox, ilin 365 gün aktivdir. Ona görə də SPF kremi təkcə üzə yox, boyun və dekolte nahiyəsinə də tətbiq edilməlidir. Özümüzə, gözəlliyimizə peşəkar səviyyədə dəyər verməliyik. Kremin tərkibindəki maddələr dəridə tam olaraq nə edir? Gəlin bunlar haqqında danışaq. Demək, bayaqlar dediyim kimi pantenol, provitamin B5. Bu dərinin demək tikinti materialıdır. O mikrozədələri yapışdırır, dərini sakitləşdirir və yeni hüceyrələrin yaranmasını sürətləndirir. Dəridəki kremin tərkibindəki betain, bayaqlar nə dedim? Bu dərinin su anbarıdır. Hüceyrələrin büzüşməsinin qarşısını alır. Dəri dolğun və elastik saxlayır. Vitamin E hüceyrələrin qocalmasını dayandıran əsas antioksidantdır. Dərinin rəngini bərabərləşdirir. İltihabı aradan qaldıran bitki ekstraktlarından danışdıq. Bu ekstraktlar demək iltihabı aradan qaldırır, dərinin nəfəs almasını təmin edir. Əgər biz SPF istifadə etməsək nə baş verir? Hansı təhlükələr var? Birinci təhlükə pigmentasiya. Dəri özünü qorumaq üçün melanin ifraz edir və bu çirkin qəhvəyi ləkələrə çevrilir. Kollagenin məhvi. Zaten bilirik ki 35 yaşdan sonra orqanizmdə kollagen istehsal olunmur. 25 yaş yuxarı bu zəifləyir, 30 yaş yuxarı dayanır və biz onu əlavə olaraq qəbul etməliyik. Və parçalanmış düşünün ki, zəifləmiş proses gedir. Kollagen 25 yaşdan yuxarıdırsa sizdə kollagenin istehsalı onsuz da zəifləyibdir. 30 yaş sonra xanımlarda nəyə görə qırış yaranır? Su balansı pozulur və eyni zamanda bu kollagenin istehsalı dayandığına görə orqanizmdə axı depolama bitir, azalıbdır. Və indi düşünün ki, biz SPF çəkməyəndə günəş lifləri parçalayır. Nəticədə dəri vaxtından tez salanmağa başlayır. Dərimizin elastikliyi itir. Zaten daxildən gəlmir bu kollagen. Və eyni zamanda günəşin şüaları altında bu olan kollagen mənbəyimizlə parçalandıqda nə baş verir? Təbii ki, dərimiz elastikliğini itirəcək. SPF ümumi olaraq dəri xərçəngi riskinin qarşısını alır. Əgər biz SPF istifadə etmiriksə, DNT səviyyəsində zədələnmələr başlayır dərimizdə. Və dərimizdə dəri xərçəngi riski yaranır. Ona görə də mütləq şəkildə SPF-i düzgün şəkildə və vaxtında istifadə etmək lazımdır. Eyni zamanda erkən qırışlar təhlükəsi yaranır. Göz ətrafı və alında günəş qırışları dərinləşir. Çox xanımlarda, yəni mən baçiska deyirəm, prosedurlarda bir dənə diqqət yetirir. Xanımlarda ən çox qırışlar hardadır? Bəli, alın nahiyəsi və göz ətrafı. Niyə? Çünki vaxtında SPF istifadə olunmayıbdır. Təbii ki, orada su balansı bir çox şeylər var, səbəblər var. Amma onlardan biri də elə bu SPF-in qəbul olunmasıdır, istifadə olunmamasıdır. Ümumi yəni SPF-lərdən gedir söhbət. SPF-imizin demək bizim ləkələrin və çapıqların sağalmasına təsiri. SPF 30 bizdə ləkə əleyhinə. Yəni nə edir? Ləkələrin, yeni ləkələrin yaranmasını dayandırır və mövcud olanları tündləşməsinə imkan vermir. Yəni üzümüzdə dərin ləkələr varsa, onların tündləşməsinin qarşısını alır. Zaten tərkibindəki pantenol dərini yenilədiyi üçün ləkəli qaz tədricən sağlam qazla əvəz olunur və həmin ləkələr yox olub gedir. Çapıqların bərpası. Günəş şüaları təzə çapıqları, məsələn sızanaqdan qalma izləri yandırır və onları qalıcı edir. Bu krem çapıq toxumasını yumşaldır və izlərin rənginin açılmasına kömək edir. Çiskadan üz təmizlənməsindən sonra xeyri nədir? Demək, biz üzümüzü çiska etdik və SPF bizim üzümüzün, dərimizin yenilənmiş, təmizlənmiş dərimizin qalxan effektidir. Çiskadan sonra dərinin üst qoruyucu qatı epidermis müvəqqəti olaraq zəifləyir. Bu zaman dəri hər cür mənfi təsirə açıq olur. Demək, ona görə də mütləq şəkildə çiskadan sonra biz SPF-lər istifadə etməliyik. Ləkə profilaktikası. Əgər biz çiskadan dərhal sonra günəşə çıxırıqsa, SPF-siz,
ləkə düşməsindən 100% zəmin yaradır, əgər SPF olmursa. SPF 30 burada dərini sığortalayır. Eyni zamanda dərimizi sakitləşdirir. Prosedurdan sonraki qızartıları pantenol sayəsində sürətlə aradan qaldırır. Məsələn, mənim özüm çistka edəndə mən bilirəm ki, Siberian Wellness məhsulları ilə edirəm və buna görə də təbii ki, dərimiz o dərəcədə ağır zədələr almır. Amma bir çoxlarınız, məsələn, kosmetoloji prosedurlara gedirsiniz, bəzən orada elə dərin çistkalar edirlər, buxarla edirlər, vakuum aparatları ilə edirlər, ağır peelinglərlə edirlər, hansındakı dəri soyulur və qızartılar yaranır təbii ki. Və bax, o zaman SPF 30 mütləq istifadə olunmalıdır. Bərpa mexaniki. Ümumi olaraq mexaniki təsirdən sonra dərinin özünün tez toparlanması üçün hüceyrələr enerji verir. SPF-imizi əgər istifadə ediriksə, düşünün ki, siz təmizlədiniz və SPF 30 onu dərimizin tez bərpasına kömək edir. Sonda isə xanımlar, bir mütəxəssis kimi deyirəm ki, istəyirsinizsə dünyanın ən bahalı çistkasını və ya masajını edin. Əgər prosedurun sonunda SPF çəkmirsinizsə, o zəhmətin yarısını boşa gedir. Yəni xüsusilə çistkadan sonra dəri körpə dərisi kimi həssas olur. Pantenollu SPF həm o dərini sakitləşdirir, həm çapıq və ləkələrin yanma riskini sıfıra endirir. Unutmayaq ki, SPF sadəcə yay üçün deyil, o bərpa edici bir müalicə vasitəsidir. Siberian Wellness SPF-i də təbii ki, müalicəvi effektə malikdir. Ona görə də həqiqətən də hər birinizə bu SPF-i tövsiyə edirəm. Yeni gələn SPF-imizin qiyməti də 22 manatdır. İndi hal-hazırda hər birimizə görün dəri, hava necə dəyişdi. Görürsünüz? Yəni ona görə də mütləq şəkildə SPF-lər mütləqdir. Və SPF-in hər zaman dediyim kimi ən vacibi, demək SPF-in düzgün, təbii olanını istifadə etmək lazımdır ki, dərimizə zədə verməsin. Dəyərli xanımlar, demək təlimimizin sonuna gəldik və inanıram ki, artıq hər biriniz dərinizin niyə SPF-ə ehtiyacı olduğunu tam anlayırsınız. Bir mütəxəssis kimi bugün öyrəndiklərimizi ən vacib nöqtələrə yekunlaşdırmaq istəyirəm. Birincisi, SPF-lərin növlərini tanıdıq. Bazarda 3 növ günəş qoruyucusu var və onların fərqi dərinin sağlamlığı üçün həll edicidir. Birincisi, kimyəvi SPF-lər. Şüaları dərinin içinə çəkir və istiliyə çevirir. Bu, həssas dərilərdə allergiyaya və ləkələrin tündləşməsinə səbəb ola bilər. Tam təbii SPF-lər dəri üzərində güzgü yaradır və şüaları geri qaytarır. Çox təhlükəsizdir, lakin bəzən dəridə ağ iz qoyur və ağır olur. Qarışıq, yəni kimyəvi, yarı təbii SPF-lər müasir elmin ən yaxşı tapıntısıdır. Həm yüngüldür, həm də dərini həm daxildən, həm xaricdən sığortalayır. Niyə məhz bizim SPF 30? Sizin üçün seçdiyim bu məhsul sadəcə qoruyucu deyil. O bir müalicəvi zirehdir. Niyə? A və B şüalarına qarşı 97% müdafiə. A nədir? Aging, yəni qocalma. B nədir? Burning, yəni yanma. Yəni qocalma şüalarına ultraviyolent və yanma şüalarına. Bu, onlara qarşı dərini tam sığortalayır. Pantenol və betain möcüzəsi. Baxın, bir çox SPF dərini qurutsa da bizim məhsul tərkibindəki betain ilə dərini nəmləndirir. Ona görə də dəri sakitləşir və bərpa olmağa başlayır. Ümumiyyətlə biz bilməliyik ki, bizim gəncliyimizin qorunması üçün, yəni adicə hər şeyi öz axarına buraxmaq olmaz. Əgər biz dərimizin gözəl olmasını istəyirik, ləkəsiz olmasını istəyiriksə, güzgü kimi olmasını istəyiriksə, şüşə kimi parıldasın, ondan sonra çapıq olmasın, ləkə olmasın, neynəməliyik? Dünyanın ən bahalı baxım vasitələrini istifadə etməli deyilik, sadəcə olaraq SPF çəkməliyik. Çünki ən bahalı kosmetik vasitələr istifadə etsək, SPF çəkməsək, sizin zəhmətinizin yarısı zaten boşa gedir. Günəş hər gün çıxır. Deməli də, müdafiəmiz də hər gün olmalıdır. Peşəkar qulluq, sağlam dəri və illər boyu bitməyən gənclik üçün nə etməliyik? Seçimimizi elmin və təbiətin gücündən, yəni Siberian Wellness SPF 30-dan yana etməliyik. Diqqətiniz üçün təşəkkür edirəm. İnşallah ki, nə suallarınız olsa komment bölməsinə yazarsınız Allahın izni ilə. Qoşulan xanımlara təşəkkür edirəm. Qoşula bilməyənlər kimlər ki, bizi demək YouTube-dan izləyəcəklərsə, suallarınızı kommentlərə yazırsınız. Hər birini yavaş-yavaş çalışacağım gün ərzində cavablandırım. Sağ olun, var olun, hər zaman gözəl qalın.